müəllim, Hüseyin kişi olmadığına görə ağır çətin məsuliyyətli işi öz üzərimizə götürürük. Bildiyiniz kimi, bugün bir qəhrəman şəhidimizin də anası haqq dünyasına qovuşub. Təəssüf ki, biz ora dəfnə çatdıra bilməyəcəyik. Saat 12-də dəfn olunacaq. Elvinin 5-ci il dönümü qeyd olunur. Həqiqətən də Elvini düzdür, sağlamda bəlkə də tanımışamsa da o qədər fikir verməmişəm. Amma sonradan bu 5 il bizim bu araşdırmağımız və yaxud digər insanların fikri ilə Elnur ailə canlı, çox tərbiyəli, mədəni bir vətənsevər bir oğul olub. Bizim şəhid ailələri yox, elə bizim oturuşu ilə, həm də duruşu ilə, həm də bizə verdiyi öyrət nəsiyyətlə ailədə böyümüşdür ki, o döyüşdə öz sücayətini, öz qəhrəmanlığını göstərib. Hansı ki, bəyək təkrar kimi olmasın, dedim 5 il müddətində əsas odur ki, bu qəhrəman şəhidlərimizin döyüş yollarını araşdırmışıq. Və Elvinin döyüş yoldaşları, Elvinin necə qorxmaz, necə sücayətli bir döyüşçü olduğunu döyüş yoldaşları çox ağır və kədərlə danışırdılar. Həqiqətən çətindir. Demək olar ki, Elvinin yoxluğu bu ailədə bir sükut yarattı. Çünki Elvin həm ailəli idi, bir dənə evladı da var. O evladı da bizim vətənin, dövlətin, qeyrətli insanlarına əmanətdir. Onu qorumaqda bizim düzdür, ən böyük borcumuzdur. Amma ən çox müşkül o nənəsinin, babasının, anasının versin. Biz 5 il yox, 50 il ömür şəhidlərimizə borçluyuz. Çünki burada rahat durub danışırıqsa, belə ucadan səsimiz gəlirsə, biz onu döyüşçülərimizə və şəhidlərimizə borçluyuq. Hansı ki, Cənab Prezident həmişə qeyd edib bir qəşəng söz işlətdi ki, şəhid ailələrinə qayğı diqqət göstərmək hər bir vətəndaşın borcudur. Yəni, fərqi yoxdur. Onun statusundan və tutduğu postdan asılı olmayaraq hər bir kəsin şəhid ailələrinə diqqət və qayğı göstərmək mənəvi bir borcudur. Çünki bu günlərin nəfəs alırıqsa, bu qələbəni, bu zəfəri bizlərə bəxş edən qəhrəman şəhidlərimizdir. Bugünkü gündə Mədəniyyət Naziri tərəfindən Zəfər kitabı nəşr olunur. Hansı ki, o Zəfər kitabı bir neçə dildə nəşr olunur. O dünyanın demək olar ki, atlı oğlanların hansı ki, o göstərdiyi sücayəti, qəhrəmanlığı siz 92-93-cü ildə Zəfəri haqqınızı halal elə. Allah atasına, anasına, yaxınlarına səbir gözün versin. Elə istəyərəm ki, şəhidimizin atası Tehran kişi davam edəsin. Bizim o 90-cı illərdə olan şəhidlərimizin qanlarını bunlar yerdə qoymadılar. Elvin balamız, Bayram balamız, bir çox şəhidlərimiz. O gün mən demişəm, bizim şəhidlər xiyabanında, yenə təkrar edirəm, alçılığı olmasın. O 90-cı illərin şəhidləri də var. Həm də başlarını tek tutdular. Qəmkədən hissəsi, hiss olunur o arada sifətində. Yəni, onlar yerdə qoymadılar. Həmişə bu gənclərimizə, bu balalarımıza minnətdar olmalıyıq. Bu minnətdar olmalıyıq. Biz şəhid valideynləri yox. Bütün burada duran kənd cəmaatı, rayon cəmaatı hamısı minnətdar olmalıdır. Onlar bir ağızdan şəhid anasına, şəhid atasına minnətdarlığını bildirməlidir. Cənab Ali Başkomandan və Azərsun əməkdaşları burada iştirak edir. Elə istəyərik onlar da süfrəndir. Əziz hər birinizə minnətlərimi bildirirəm ki, burada iştirak edilir. Elvinlə mən Suqana idarəsində işləmişəm. Mən meteoroloji şöbəsinin qurur rəhbəri idim. O da məndə çilingər idi. Mən Elvində müharibədən qabaq əskərdə olanda topçu olub, top atılıb, qulaq pərdəsi deşilmişdi, problem əmələ gəlmişdi. Mən əlimi buna vururdum, bu dişsinirdi. Mənə deyir ki, Salifəs, mənə kömək elə, getdim özümdən, nə göz düşmüşəm. Başlarım avtomata. Belə Xəzibə, çox dəyərli qardaşımdır, çox sızım uşağı idi. Həm də pələng idi, elə belə aciz ördü. Bir də idarə bir söhbət düşdü, oğlan yapır, Allah rəhmət etsin. Sizə də minnətlərimi bildirirəm ki, bu məclisdə iştirak edirsiniz. Allah ona qənə-qənə rəhmət etsin. Səbir versin. Çox sağ olun. Var, qan qarışmış o palçıqda, sönmüş şəhid həvəsi var. Qurban olum, yavaş gəzin, o dağlarda, o daşlarda, qara şallı bir ananın dağlar boyda yarası var.
nalları, bir ananın, bir atanın bana diyen naləsi var. Zirvələrə qalxmışam, şəhid olmuşam. Ağlayıb göz yaşı tökmə ay anam. Toparla özünü, üzmə can anam. Oğul deyib fəryad etmə sən anam. Məni sevənlərə zirvələrə qalxmış olmuşam. Ana sənə deyəcəyim var. Başını dik tutub sən məğrur dayan. Qoy düşmən mərd oğul getdi deməsin. Kim deyir ki, dağımdan daxıram atam üçün, vətən üçün canından keçən, o qəhrəman adam üçün. Ölməyib ki, şərt ol, o bizə görə bilirəm. Mənim atam qəhrəmandır, mən onu fəxr edirəm. Şəhidim, nə gözəl durursan şəkillərində. Elə bil bu vaxta hazırlaşmısan. Sən necə məğrurlu durursan şəhid. Köç edib getsən də yaddaşlardasan. Qanınla tarixə imza atmısan. Sən bizə bir ömür fəxirsən daha. Qəbirin əmanət olsa da bizə, ruhunsa əmanət olub Allaha. Yardı köksünüzü namert gülləsi, dondu dilinizdən vətən nəğməsi.